Salam, əziz izləyicilərim. Mən bu gün Şəki mətbəxinin olmazsa olmazı biti hazırlayacağam. Belə bir qabdır. Biz buna biti topsu deyirik. Bir nəfərlikdir. Bunun üçün bizə lazım olan ərzaqlar 70 qram qoyunun quyruq hissəsi, 150 qram quzu əti yağlı yerindən, hər porsu üçün 100 qram noxud bişmiş, soğan, cavalı qurusu. Cavalı qurusu da qara yox, belə açıq sarı rəngli olmalıdır. Şabalıd, yarı bişmiş, zəfəran, duz və su. Əgər Şəkiyə gələ bilmirsinizsə, biti yemək istəyirsinizsə, mənim reseptimdə hazırlaya bilərsiniz. Peşman olmazsınız. İndi keçirəm bitini hazırlamağa. Hər belə dopu üçün 1 xörək qaşığı soğan. Birinci soğanı əlavə edirəm. Noxud. Əgər siz bişməmiş noxuddan istifadə etsəniz, duzunu bişməyə yarım saat qalmış tökün. Çünki noxuda duz vuranda, tez vuranda, bişməmiş vuranda noxud bişmir. Ona görə də düşürənə yaxın duzunu vurmalısınız. Əgər siz çiğ noxuddan istifadə edirsinizsə. Mən bu gün bişmiş noxuddan istifadə edirəm. Hər porsu üçün 150 qram quzu əti yağlı yerindən. Çay qaşığının ucunda da duz. Quyruğu da belə dairəvi kəsmişəm, qapaq formasında. İndi mən bura soyuq su əlavə edirəm. Soyuq su ona görə əlavə edirəm ki, ətin kəfi yaxşı çıxsın. Qaynar su əlavə etsəm, ətin rəngini qaraldır. Ona görə mən soyuq su əlavə edirəm, kəfi yaxşı qalxsın deyə. Üzərinə çıxan qədər soyuq su əlavə etdim. İndi qoyacağım bişməyə. Dopuların ağız hissəsini alüminium kağızla örtdüm. Belə 9-10 saat vamxodda bişəcək. Bişməyinə 1 saat qalmış cavalını, şabalıdını, bir də dəmlənmiş zəfəranı vuracam. Bir dolu xörək qaşığı zəfəran qaynar su ilə dəmləyib qoyuram rəngi çıxsın.
9 saat keçdi. İndi mən bura əlavə edirəm 1 ədəd şabalıd. Bir ədəd cavalı qurusu. Hər dokuya 3 xörək qaşığı zəfəranlı su əlavə edirəm. Yenə 1 saat qoyuram bişməyə. Əgər bitinin suyu çəkilibsə, bir az su əlavə etmək olar. Budur, artıq bitlərim hazırdır. Siz də hazırlayın. Hazırlasanız peşman olmazsınız. Baxın, bəyənib abunə olmağı unutmayın. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı da halal edin. Əvvəlcə boşqaba bayat çörəyi doğrayırıq. Üzərinə sumak səpirəm. Əlavə edirəm bitinin suyunu. Ətini isə başqa bir boşqaba əlavə edirəm. Bitinin tam həlim bişməyini istəyirsinizsə 9-10 saat bişirməlisiniz. Belə bir taxtadan hazırlanmış püre əzənlə də əzmək olar. Topunun içində. Soğanın üzərinə sumak səpmişəm. Sumak səpirəm. Yenə də. Nuş olsun. Allah hər kəsin evinə xeyir bərəkət versin. Amin.